Mükarrəm, bəlli olduğu kimi baş məşqçimiz Qurban Beyazov cəzalı vəziyyət olduğuna görə məşqçimiz sonrası mətbuat konferansına keçirəcək. Əvvəlcə fikirlərini bildirəcək, daha sonra oyunla bağlı sualları səsləndirəcək. Demək, hamınızı salamlayıram. Bu günləri əlbəttə ki, qələbə qazanmaqdan ötəri meydançaya çıxmışdıq. Komandamız pis təsir bağışlamadı. Amma əfsuslar olsun ki, qapımızda gol gördük. Biraz əziyyət çəkib qollar vururuq, amma buraxdığımız toplara baxsaq, biraz demək olar ki, özümüzün səhvimizdən qollar buraxdıq. Amma qarşıda oyunlarımız var. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bugünkü oyunda da mən belə fikirləşirəm ki, yəni ki, 2 xalı biz bugünkü oyunda etdik. Sualımız varsa verə bilər. Gözləmə var, heç özünün sonluğu və razılaşmana satmaq üçün gözləmə var, əldə ediyor və babant getməyini gözləmə var. Amma özün Alexi gözləyən dəyişdir. Başqa bir planı var, risk eləməkdən də çəkilmiş. Əşliğində tutarə girirsin. Risk eləmək istəmədik, belə deyək də. Bu gün əlbəttə ki, biz bugünkü oyunda qalib gəlsəydik, Naxçıvana çatırdıq, 2 xal fərqimiz qalırdı. Biz də Vabank dediyiniz kimi Vabank da getmək istəmədik. Bu futboldur. Qarşıda 5 tur var. 5 turda hər şey dəyişə bilər. Ona görə də qarşıdakı oyunlara baxacağıq. Bu günləri əlimizdə olan oyunculardan istifadə elədik. Yəni ki, bilirsiniz ki, bizdə çox zədəli futbolçularımız çox həddindən artıq. Ona görə də siz deyən kimi Vabank getmədi. Bəli, əfsuslar olsun ki, indi bildiyiniz kimi, bayaq dediyim kimi, bizdə zədəli futbolçular həddindən artıq çoxdur. Dünənki məşqdə də Jo zədələndi, ciddi zədə aldı. Onun da zədəsi həddindən artıq ciddi də əməliyyat olunacaqdır. Demək olar ki, mövsümü bitirdilər. Nədə bizdə 3 hücumçu var. Ayxandır, Orxandır, bir də Alexin. Bunlar qalmışlar. 3 futbolçumuz var hücumda. Amma əlbəttə ki, o bayaq dediyim kimi, komandamızda zədəli futbolçular həddindən artıq çoxdur. Komandamıza mən düşünürəm ki, qayıtsalar oyunumuz tamam başqa bir cür olacaq. Sualınız yoxdursa, təşəkkür edirəm sizə hamınıza. Sağ olun.